Oyun barəsində bilirdik ki, Fransa milli komandasına məncə ehtiyac yoxdur nəsə deməyə, yəni güc barəsində. Bilirdik ki, bizi çətin bir oyun gözləyir. İlin son oyunu idi, istəyirdik ki, azarkeşlərimizi sevindirək. Təəssüf ki, yəni alınmadı. Oyuna yaxşı başladıq, qol vuran biz tərəf biz olduq. Amma sonda istəmədiyimiz xırda səhvlərdən qapımızda qollar gördük. Məyusuq. Gələcəkdə inşallah bu səhvlərin üzərində işləyib daha da azarkeşlərimizi, millətimizi sevindirək. Qoldan sonra komanda, Fransa milli komandası üstümüzə daha da çox gəlməyə başladı. Yəni burada da bilirik ki, cüzi səhvdən qapımızda qol görə bilərik. Elə bir milli komandadır ki, istəmədiyimiz qollar buraxdıq. Məşqçilərimiz də oyundan sonra da bizə tapşırıqları verdi ki, yəni bunların üzərində işləmək lazımdır. İnşallah qarşıdakı oyunlarda bu səhvlərin üzərində işləyərik. Həqiqətən azarkeşlərimizin bu gün həqiqətən inanılmaz idi. İnşallah ki, hər bir oyunda belə gözləyirik onları. Bugün məyusuq, yəni onları sevindirə bilmədik. Qarşıdakı oyunlarda inşallah bu azarkeşlər yenə gəlib bizi dəstəkləyər və onları yenidən sevindirər.